Elit evlan qısaqsı və kirayəsi. Əziz izləyicilərimiz, Masazırda mərkəzi yoldan bir 250-300 metr maksimum aralı belə bir satış evimiz çıxıbdır əziz izləyicilərimiz. Bu çənin yanından demək olar ki, bax, çən də bu evə aiddir, məxsusdur. Və bu çənin düz aşağısından ta ki darvacanın tutacağına qədər bu evimizin belə bir görünüşü var. 2 mərtəbəli evdir. Deməli, evimizin həyətinə sizi tanış edirəm əziz izləyicilərimiz. Belə rahatçılıqla maşın girir. Bax, gördüyünüz o şəbəkələr də ki, qarajdır. Bax, belə bir həyəti də var. Mən də birinci qarajı göstərim əzizlərim. Bura maşın rahat, yəni sala bilərsiniz. Rahatçılıqla maşın sala bilərsiniz. Belə nəsə istifadə eləyə, ambar içində istifadə eləyə bilərsiniz. Bir də həyətimizdə bu da bala belə bir gördüyünüz kimi kombini əzizlərim, bax. Kombiləri, 2 dənə kombisi var. Bitmikasından hər şey öz qaydasında həm ambar kimi istifadə edirlər və su xəttləri, hidroforuna kimi hər şeyi. Onu da deyim ki, əziz izləyicilərimiz, tam yaşayışlı evdir, 6 ildir, yəni burada yaşayırlar. Deməli, sizə birinci mərtəbəndə göstərirəm. Belə bir bax, kombisindən tutmuş, əziz izləyicilərim, bax. Aşağıda belə bir mətbəxi var. Bütün burada nə görəcəksinizsə, əzizlərim, bu videoda nə görürsünüz, hamısı qalır. Əşyalar. Sırf qavqacaqdan başqa da, yəni. Amma gördüyünüz bütün əşyalar, mebellər, hər şey qalır. Sonra bir otağımız buradadır, əzizlərim. Bax, belə bir otağımız var. Belə bir saat otağıdır. Şkafına kimi, düsturlarına kimi. Sonra bir yataq otağı da buradadır. Bax, belə bir yataq otağı var. Burada da gördüklərin hamısı qalır. Yerimiz də toplub oldu, bax, burada da. Onu da deyim sizə. Televizoruna kimi, bax, görürsünüz, əziz izləyicilərimiz. İndi mən sizə 2 otaq aşağıda, bir qaraj və yuxarıdakı evləri də indi otaqlarda, 3 dənə də otağımız yuxarıdadır, əziz izləyicilərimiz. Onu da göstərirəm. Deməli, əziz izləyicilərimiz, bax, buradan da yəni həyətin içindən də evin görünüşünü göstərirəm sizə. Bax, belə bir görünüşü var evimizin. İndi qalxıram, indi evimizin içinə sizi tanış edirəm. Deməli, əziz izləyicilərimiz, burada da gördüyünüz kimi ataplen sistemidir, bu evin içərisi. Burada da yenə gördüyünüz bütün əşyalar qalacaq, əziz izləyicilərimiz. Deməli, sağda da burada da yenə ikinci bir mətbəximiz də var. Bu mətbəximizdə nə görsəz, hamısı qalır. Bu formada stollarına kimi, pərdələrinə kimi hamısı. Deməli, əziz izləyicilərimiz, sollara belə bir qonaq otağımız da var. Yəni də həmçinin televizorumuz, listurumuz, burada gördüyünüz bütün hər nə görürsünüz, hamısı qalır. Bir yataq otağımız da buradadır, əziz izləyicilərimiz. Burada da həmçinin gördüyünüz bütün mebellər qalır. Bir sözlə, bir dənə kostyum şalvarı götür, gəl, yaşa da özün üçün, vallahi. Özə, bütün mebellər də hamısı çox belə səliqəli mebellərdir. Yəni, gözəl, səviyyəli mebellərdir bir sözlə. Bir dənə bu samız yerimizi göstərim sizə. Burada da belə bir samucelimiz var, əziz izləyicilərimiz. Duşovoy kabinasına kimi var. Bax, görürsünüz. Sonra samucelinə kimi. Hər şeyi bax, öz qaydasındadır. Və bir dənə də yataq otağımız buradadır, əziz izləyicilərimiz. Burada da yenə həmçinin, bax, görürsünüz, 2 nəfərlik ayrı taxlardır, düsturlarına kimi. Hamısı, nə görürsünüz, hamısı qalır videoda. Gördüyünüz hər bir əşyalar qalır, əziz, bax, şifonerinə kimi. Evimiz deməli belə bir əşyalı vəziyyətdə 120 min manata satışa çıxarılıb, əziz izləyicilərimiz, 120 min manata. Evimiz paket kupçadır, ipoteka yararlıdır. Hər kim götürsə Allah xeyrin versin. Mərkəzi yoldan da 250-300 metr aralıdır. Yol asfaltdır, onu da deyim sizə. Rahatçılıqla 525'e mindiniz, gəldi düşdünüz. 300 metr yaxınlığında ev. Hər kim olsa Allah xeyrin versin.